Axır ki arzuladığım verişə gəldim. Allah elə qorxuram çətin suallardan. Tam səmimi deyirəm. Sizin inkişafınıza və karyeranıza daha çox töhfə verən kim olub? Şükran Sultanov yoxsa Elməddin Cəfərov? Mən Şükranla işləyəcəm. Demək sən ki, qiymətdən komfortlu olmayıb şu. Nə olub? Bəs dedim hamısının öz zamanəsi olur. Siz bir gün Ferrari, bir gün Lamborghini, bir gün də Rolls-Royce sürərkən görürük. Siz bu maşınları blogerlikdə əldə etmisiniz? Yox, əziyyətimlə qazanmışam. Talih Yüzbəyovun gündəmdə olan qadınların estetik əməliyyatları ilə bağlı reklam videosu sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Siz özünüz belə həssas mövzuda video çəkərdiniz? Mən getdim, sağ olun. Bilsən, istəməzdim xanımlarımız, bəylərimiz estetik eləsinlər. Bax o iynəli suallar təxmini belə olurdu. Dostlar və bir-birlərindən ayrı qala bilmirlər. Qala bilirik, niyə qalmır? Doğrudan. Ha? Siz bir evdə yaşıyorsunuz, yoxsa necə? İndi biz də qardaşla bir otaqda qalıb Məncə, işləyirik. daha da maraqlara çıxır. Saçın mübarək olsun. 6500 tük əkdilər. O şey deyil, nə əkirsən 1 manat. Ondan bir rolik götürüb çəkdim, uğradım. Şükran, səndə nə qədər izləyici var? 4 milyon. Azərbaycanda bildiyim qədər 2 milyon aktiv istifadəçi var. Bu digər 2 milyonu hardandır? Məndə Instagramda 86.923 nəfər adam var. Yox. Demişdiniz ki, bəs siz buralara ananızın duası ilə gəlmisiniz. Mənim də anam da eləyir, amma hələ ki heç bir yerə gəlib çıxa bilməmişəm. Sizcə mənim anam duasında harda səhv eləyir? Şükran yeganə oğlandı ki, ana duası ilə maşın kolleksiyası yığıb özünə. O duanı bir də mənim mamaya öyrədim də hər gün yazım ona. Həftənin tək günləridir. Tək günləri. Yox, mən sənin müsahibəndən sonra mən hər gün mamaya yazım. Mama dua, mama yaz. Yaz abala, dayan, mama. İndi çıxacam buradan, dinsən gelin bax. Zarafat bir yana 26 iyul saat 20-də Xəzərdə. Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola. Linux Forte. Halal nemət, min bərəkət. Rossmann. Sərfəli qiymətə Alman keyfiyyəti. Bay Hollywood. Ali Faxrom. Arıqlamaq üçün qida əlavəsi.